Bismillahirrahmanirrahim. Beyin mühəndisliğine qarşı Türkçe Eski Kitaplar bölümünün 440-cı bölümün başlayıram. Xeyirli olsun Allahın adı yadı ilə başlayaq. Görək nə olur. Bugün yenə çalışdım ki, bir başqa kitab açım və Məxzəni Əsrar-ı Şeyx Nizami deyə kitaba çalışdım, amma açılmadı. Məcburən bunu download elədim təzəşdən. Görək ki, nə olur. Gedək görək o download olan nə oldu. 3 dənə Məxzənül Əsrar download elədim. Açaq görək bunlar bir-birləri ilə də fərqləri var ya yox. Əlbəttə bu zahirən nə də isə o qədər səhifəsi yoxdur içində. Fikirlərim fəqət bu şeylərdir. Miniatürlarıdır. Mən miniatürları əvvəl açım, sonra bunları görərik əlbəttə. Hayda, nə oldu burada, nə oldu buna? Şimdi 5'e gəldik. Niyə 6-dan getdi 13-ə? Onu da mən bilmədim. Yəni fotokopudur zahirən bu. Bu bölüm ki açdıq, bunlar miniatürlarmış. İkinci bölümü açaq görək ki, bunlar nədirlər? Bunlar şeirin hər səhifəsindən bir tikə, yəni əks salıblar, qoyublar. Bu dərdi dəyməz əslində. Yenə bir ayrı miniatür və səhifələri açaq qalanları. Miniatürların ehtimalən qalanları buradadır. Buna nə demişlər? Bunun adını baxarıq indi. Bu bəli, miniatürların qalanları buradadır. Tamam, indi buradan qeysaq. Bunun adı Heydər-i Məxzənül Əsrar Heydər Xarəzmi deyə bu vardı. Bu da ikincisi. Tamam, biz bu açaq bu iki dənəni görək ki, bunlarda nələr var, nələr yoxdur. Və bu günləri biraz da vaxtım azdır. Onun üçün biraz sürətlə oxumalıyam və biraz da şey eləməliyəm. Kitabı əvvəl kiçild edirik, görək ki, səhifəyə yerləşsin. O birisini də ha belə. Tamam, bu nədir? Ehtimalə bu aynıdır. Bunlar üçü fikirlərim ki, aynıdırlar. Çünki üçü də Fransədədir. Mən fikirlərim ki, heç fərqləri yoxdur. Məxzənül Əsrar bu ikincisidir. Bu Məxzənül Əsrar yazmayıbdır. 119 səhifə. Bu neçə səhifə yazmayıbdır və bu da yazmayıbdır. Fikirlərim ki, üçü də aynıdır bunlar. Amma mən görürsünüz ki, aynı hekayədir burada. Fransədə saxlanır. Bizim öz əlimizdə deyil bu kitab. Əvvəldə Fransəlilər yazdıqlarını görürük, sonra cildin üzünü görürük. Cild çox bir gözəl bəzənmiş, qırmızı gönün üstündə qızıl rəngi ilə, sarı rəngi ilə ehtimalən bu gülləri və bu nəqşələri bu kitabın üstündə işləmişlər. Çox gözəl, amma köhnəlibdir, çürüyübdür. Kitabın içini görürük, içi daha gözəl qalıbdır. Tərzad az dəydiyi üçün kitabın cildin içi çox gözəl qalıbdır. Və fərqli əlbəttə buranın ondan sonra kitabın cəlibdir. Kitab uzun zaman qaldığı üçün, açılmadığı üçün o nəqşəsinin əksi düşüb kağızın üstünə. Yəni elə bir şey, məsələn, burada 1900-cü ili görürük, amma avqust olacaq ehtimalən. Burada من مملكات الفقير السيد محمد أسعد الغازي به nə mənədir bu? Ərzurumludur hər kəsdir. Ehtimalən bir məhdəsə Ərzurum.
Bu adam Seyyid Məhəmməd Əsəd Əl-Qazi adında bir adam bu kitabı almışmış, tarix yoxdur. Aşağıda bir latincə möhür və şey görürük. Kitabın əsli buradan başlayır. Bismillahirrahmanirrahim və türkcə bir kitab görürəm. Birinci səhifədə bir Səfəvi dövrünə bənzəyən bir təzhib görürük 2 bölümdə. Bismillahirrahmanirrahim yazılan bölüm daha yekədir. O birisindən hər 3 tərəfi yazının, şeirin çarçivə qoyulubdur, amma baş tərəfi çarçivənin yoxdur, azaddır. Yəni o topluma, içəridən eşiyə, yerdən göylərə, insandan Allaha getmək yolu azaddır. Göy tərəfə hər halda. O birisi səhifədə səfənin güşəsini görürük. Çox belə kirli bir səhifə ilə qarşılaşırıq. İndi o birisi kitablarda da baxsaq, bunu görsək, aynı kitabdır, aynı yazıdır və aynı vəziyyətdir və aynı, bəli, onu bağlayacağıq, həman kitabdır. Bunu bağlayacağıq və bunu da ehtimalən delete eləyək. Üçüncüsünə də baxaq, bu üçüncü şeyə də baxsaq, burası aynı idi. Bu yenə aynı kitabdır, aynı cildin içidir, aynı kağız, aynı tarix və aynı həman adam ki, məmləkət yazmışdı, Seyyid Məhəmməd Səid Əl-Qazi aynıdır və içi də aynıdır. Hətta bunun içində əlbəttə bir dənə məsələn yer təqribən barmaqla 2 yerin silmağa çalışıblar ya da siliblər. Onu da baxaq görək ki, o birisi şeylərdə də aynıdır, nüsxədə də aynıdır ya yox. Bunu biraz çox kiçiltmişik. Bəli, aynı nüsxədir, heç fərqi yoxdur. Yazıları da aynıdır və hətta silinən yer də aynıdır. Burada bu kirli, eyni halda bu səhifədə, yəni 2-ci səhifənin aşağısında çünki bulsa kəlməsi, o bulsanın axiri çox kirlidir. Bu birisində gedək görək ki, o cür bir şey varmı? Dəqiqən aynıdır. Onun üçün bunu da burada silaq. Bunları silərik gedər. Tamam, bu qaldı birini saxladıq və aynısı ilə gedirik. Kitabın o səhifəni yapışdırılmışlar. O qədər onu bu yəni bəllidir, bu kitab çox işlənirmiş. Hesabı kirlənib o səhifənin yapışıb çöndərən yeri. Sonralarda buna latincə 1-2 nömrə qoyublar. Genə deyirəm, məsələn, burada genə bir barmaqla bir şey silinibdir. İndi burada üçün özləri səhifəni yazmırmışlar. O səhifənin aşağıda eşikdə, çarçivədən eşikdə sonki vəraq nə ilə başlayacaq onu yazırlar. Vərağın 2 üzü olduğu üçün bir üzününki fəqət lazımdır ki, bəlli olsun, cırılsa. Şeirlər çox gözəl bir xətt ilə yazılıb. Niyə gözəldir? Gözəldən anlamı nədir? Gözəlin anlamı budur ki, bunu mən ki, türk dilində əl yazmada savadsızam, bunları biraz rahat oxuram ən azından. Kitabın qıraqlarında şorba tökülübdür, nə bilim, nəvid tökülübdür, nəvid. Burada bu kitabı biz görmüşük, ehtimal verirəm. Bu miniatür mənə tanışdır. Məsələn, əcəba bu miniatürü öncə gördük ya yox, o miniatürləri açmışdıq, haradaydı? Bunlara bir baxaq, görək ki, bu birincisini yazıbdır. Burada o birincisi deyil. İkinci də o deyil. Üçüncü də o deyil. Hələ feylən buradan onu görməmişik. Dördüncüsü də o deyil. Yəni, əgər bunları biraz kiçilsək, daha rahat görərik, amma 5 o deyil. 6 o deyil. Çox cəlib bu 7-yə gələk. 7 yoxdur, 13. 7 bu aşağıda idi. Burada 7. Budur 8. 8 harada idi? Yoxdur, 9. Ehtiyac yoxdur çaparaq üstə. Ehtimalən elə belə eləyəndə göstərir. Bu 10-dur, yoxdur. 11 yoxdur. 12 yoxdur. Yəni o birinci tapmamışdıq. 13. Qeydaq gələk burada. 4 yoxdur. 3 yoxdur. 2 yoxdur. 1 yoxdur. Kitabın içindən bu var və bu var.
Bu da var, onu görmüşdük, bunu da görmüşdük, bunu da görmüşdük ki onun fotokopisidir. Tamam. Bunlarda yoxdur. Cəlibdir ki, bu miniatür şimdi burada görürük, orada yoxdur. Nə cür olub orada deyirlər o miniatürlər? Ehtimalən bunları gərək bağlayaq. Mən bunu biraz şəkkə düşdüm indi ki, əcəba bu hamısını bağlayıram. Ehtimal verirəm ki, bunlar